Akif bəy! Ələsgər bəy! Fərid! 2 il əvvəl Toplum TV-nin qapısına vurulan möhür sadəcə bir redaksiyanın qapısını bağlamadı. O möhür sıravi vətəndaşın öz dərdini eşitdirmə ümidinin üzərinə vuruldu. Niyə baxmına cəmaatı? Bu 2 il ifadə azadlığının məhdudlaşdırılması ilə yanaşı məhkəmə mübahisələri ilə də yadda qaldı. Salam. Şikayətlər dinlənilmir, vəsadətlər təmin olunmur və saxta sübutlar barədə iddialar səslənir. Şikayətimiz təmin edilməlidir. Və şikayətimiz təmin olunmadı. Təmin edilmədi. Təəssüflər olsun ki, təmin edilmədi. Toplum TV-də işlədiyi müddətdə ölkədən çıxmayanlar qaçaqmalçılıqda günahlandırıldı. Metro kartı bank kartı kimi rəsmiləşdirildi. Xidməti müqavilələr qrant kimi qeyd olundu. Toplumçular 79 min manat vergidən yayınmada ittiham olundu. Amma rəqəmin necə hesablandığını vergi xidməti açıqlaya bilmədi. Prezidentin köməkçisi Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozaraq qanunsuz maliyyə dövrəsi olduğunu dedi. İndiyə qədərki bütün məhkəmə proseslərində iştirak eləmişəm və Toplum TV-ni bağlamaqdan ötürü, yaxud onu cinayətə məsuliyyətinə cəlb etməkdən ötürü heç bir dəlil yoxdur. Bu hüquqi mübahisənin fonunda daha böyük bir problem ortaya çıxır. Redaksiya qapıları bağlandıqca vətəndaşla dövlət arasındakı sonuncu canlı ünsiyyət xətti də qırılır. Tənqidi informasiya azaldıqca isə informasiya məkanında əyləncə məzmunu üstünlüyü qazanır. Burada hökumətin yeganə məqsədi budur ki, bu tipli əyləncəli, bu tipli məişət səviyyəsində heç bir maarifləndirici əhəmiyyəti olmayan proqramlarla əhalinin, insanların beyinlərini, fikirlərini məşğul olsunlar və özlərinin məsuliyyətlərdən yayındıra bilsinlər. Ofisinə edilən basqının üzərindən bir il keçməmiş Toplum TV yenidən hədəf alındı. Qurumun fəaliyyətini dayandıra bilmək üçün jurnalist Fərd İsmailov və redaktor Şahnaz Bəylərqızı da həbs edildi. Fərd İsmailov birinci polis basqınında saxlanılmış, lakin polis nəzarətinə verilərək sərbəst buraxılmışdı. Jurnalist açıqlamalarında fəaliyyətini davam etdirməməsi üçün polis tərəfindən təhdid edildiyini deyirdi. Başladı məni təhdid eləməyə, qeyd elədi ki, sənin barəndə biz həbs qərarı çıxararıq, sənin üçün yaxşı olmaz. Buna rəğmən sorğular çəkdi, məhkəmələrdə iştirak etdi, insanların şikayətini ekranlara daşıdı. Onun fəaliyyətini isə yalnız həbslə məhdudlaşdıra bildilər. Burada isə məhdudlaşdırılan təkcə jurnalistin azadlığı olmadı, həm də vətəndaş daha bir müstəqil jurnalistdən məhrum qaldı. Media olmadığı mühitdə də insanlar özləri artıq birbaşa vətəndaş jurnalistikası deyək də, bunu onunla məşğul olur. Sosial mediada yazırlar, eləyirlər və bunu da susturmaq üçün artıq yeni mexanizmlər, həm qanunvericilik səviyyəsində dəyişikliklər aparırlar, həm də ümumiyyətlə arbitrar qaydada, yəni belə heç bir hüquqi əsas olmayan şəkildə insanları repressiya eləyirlər, yəni cərmələyirlər, inzibati qaydada həbs eləyirlər. Ali! Proses yalnız səslərin boğulması ilə yekunlaşmır. Həbsdə olanların saxlanma şəraiti də müzakirə mövzusuna çevrilir. Son 2 ildə Toplum TV-nin həm təsisçisi, media mütəxəssisi Ələsgər Məmmədlinin və 3-cü Respublika platformasının qurucusu Ruslan İzzətlinin səhhəti kəskin pisləşib. Ələsgər Məmmədli boğazındakı şişin, Ruslan İzzətli isə ölünün əməliyyat olunmalı olduğunu, lakin təcridxanada bunun mümkün olmadığını bildirib. Son məhkəmələrdə də bir neçə dəfə Ələsgər Məmmədlinin halı pisləşib və təcili tibbi yardım çağırılıb. Buna rəğmən məhkəmə onları ev dustağına buraxmayıb. Şübhəsiz ki, bu mətbuatın faciəsidir. Ona görə faciəsidir ki, mətbuat ictimai rəyə təzyiq etməkdən ötürüdür. Azərbaycanda bütövlükdə ölkə içində fəaliyyət göstərən mətbuatın vəzifəsi hakim rejimi, hakim ailəni, hakim idarə edici güruhu tərifləməkdən, onların ünvanına belə qanadlı ifadələr işlətməkdən ibarətdir. Toplum TV kimi Azərbaycanda müstəqil medianın qapısına vurulan möhür təkcə redaksiyalar deyil, həm də vətəndaşın son ümid işığını qaranlığa qərq edir. Bugün həbsdə qalanlarsa yalnız jurnalistlər deyil, həm də cəmiyyətin həqiqəti bilmək haqqıdır. Toplum TV iş üzrə ümumilikdə 10 nəfər cinayətçi açılıb. 3-cü Respublika platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həm təsisçisi Ələsgər Məmmədli, video redaktor Müşfiq Cabbar, jurnalist Fərd İsmailov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Bağayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustağına buraxılıb. Sonra haqqında polis nəzarətinə verilməklə qəti imkan tədbiri seçilib.